Salam dostlar. Yanımıza belə bir antikvar model maşın gətirdilər. Quruş itili çox bərbad, sallaq səliqəsiz şəkildə yığmışdılar. Yəni, bu cür işə belə bərbad iş görmək sözün əsl mənasında günahdır qardaş. Yəni, bacarmırsan dinənmənliyi də get başqa yerlərdir. Bu başqa məsələ. Yəni, fikir verin necə bərbad yığmışdılarsa, kəsdiyim yerdə qırıldı, düşdü yerə. Gözlənilən hal idi. Köhnə quruş itili təsəvvür edin, samurezlərlə kuziyə bərkitmişdilər. Yəni, normalda isə bu xüsusi rezinlərlə asılmalıdır. Bu rezinlər də öz növbəsində maşında olan drajeniyanın qarşısını almaq üçündür. Gördüyünüz köhnə sistemin Jiguli detalları ilə yığılmış köhnə hissələridir. Bu işlərdən danışsam videoyu yerləşdirmək olmaz. Biz öz işlərimizi müştəri istəyinə uyğun olaraq kontak ya da argon svarka ilə yığırıq. Aydın məsələdir ki, nerjavika boruları argon svarka ilə işləmək daha məsləhətlidir. Vizual görüntüsü qəşəng olur. Amma burada qiymət aralığı olduğu üçün çox adam kontakt svarkanı seçir. Necə deyərlər, ağa deyir sür dəriyə, sürürük. Burada da işlərimizi, son toxunuşlarımızı edib sizə belə bir gözəllik göstərmək istəyirəm. Baxın, özünüz qiymət verin də. Əvvəlki ilə indiki arasında yerlə göy qədər olan fərq var. Necə deyərlər, iş təhvil verməyi bizdən, qiymət verməyi sizdən. Bura qədər baxdısa, bəyəni daha çox kütlə qarşısına çıxsın. Sağ olun dostlar.